Elm və Təhsil naziri Emin Əmrullayevin məktəblərdə Çin dilinin tədris olunması ilə bağlı fikirləri müzakirələrə səbəb olub. Bəziləri bunun faydalı olacağını düşünür, digərləri qərarın əhəmiyyətini sorğuluyur. Niyə məhz Çin dili? Bu addım gənclər üçün hansı imkanlar yarada bilər? Qlobal Infoza danışan təhsil eksperti Sona Əliyeva deyib ki, nazirin fikri önəmli strateji təşəbbüsdür. Stat: Çin iqtisadi baxımdan dünyanın ikinci, texnoloji innovasiyalara görə isə lider ölkələrindən biridir. Son illər rəsmi Pekinlə Bakının enerji, nəqliyyat, ticarət, texnologiya və təhsil sahələrində əməkdaşlığı genişlənir. Belə şəraitdə Çin dilini bilən gənclərin yetişdirilməsi ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirəcək. Gələcək əmək bazarında onlara strateji üstünlük qazandıracaq. Lakin təşəbbüslə bağlı bir sıra çağırışlar və çatışmazlıqlar da nəzərə alınmalıdır. Hazırda ölkədə Çin dili üzrə ixtisaslaşmış müəllimlərin sayı çox azdır. Sona Əliyeva Çin dili tədrisinə mərhələli şəkildə başlanılmasını təklif edib. Əvvəlcə Bakı və iri şəhərlərdə seçilmiş məktəblərdə pilot layihələr həyata keçirilsin. Universitetlərdə Çin dili müəllimliyi üzrə ixtisaslar açılsın, təlim və təqaüd proqramları təşkil edilsin. Bu təşəbbüs yalnız dərs proqramına bir dil əlavə etmək deyil, Azərbaycanın gələcək beynəlxalq mövqeyinə yönəlmiş strateji addımdır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.